Bu metodla əldə etdiyimiz nəticə həqiqətən təsir edicidir. Bu, həyatında tapa biləcəyin ən ucuz metoddur. Sadədir, heç bir çətinliyi yoxdur. Əgər sonsuz sayda meyvə ağacı əldə etməyin yolunu bilmək istəyirsənsə, axıra qədər izləməyə davam et, çünki bugün sənə addım-addım low-cost metodunu göstərəcəm. Bu metod limon ağacları, meyvə ağacları və demək olar ki, istədiyin hər hansı bir bitkini çoxaltmaq üçün uyğundur. İndi isə birbaşa ehtiyacımız olan materiallara keçirik, çünki görəcəksən ki, heç bir sirri yoxdur. 2 ədəd paketdən istifadə edəcəyik. Biri şəffaf paket olacaq, əsas paket kimi. Digəri isə biraz daha böyük paketdir. O, şəffaf, ağ və ya başqa rəngdə ola bilər, amma ideal olaraq isif keçirməsi üçün yarım şəffaf olmalıdır. Bundan əlavə, quma da ehtiyacımız var. Qum çay qumu, tikinti qumu və ya filtrasiya qumu ola bilər. Amma ən məsləhətlisi filtrasiya qumudur. Hər cür qum isimizə yarayır. Əsas odur ki, yaxşıca yuyulmuş olsun ki, orqanik qalıqlar, duzlar və ya göbələk yarada biləcək çirklər təmizlənsin. Miqdara gəlincə, təxminən 4 stəkan quma ehtiyacımız olacaq. Bu, bizim ucuz basa gələn koklendirici qurğumuzu nə qədər boyu etmək istədiyimizdən və necə stil yerləşdirəcəyimizdən asılı olaraq xeyli dəyişə bilər. Əsas odur ki, koklərin problemsiz boyaya bilməsi üçün kifayət qədər qum həcmi olsun. Həmçinin bizə kiçik bir parça pambıq da lazım olacaq. Pambığı drenaj dəliyinə qoyacağıq ki, qum axıb getməsin, amma su rahat çıxa bilsin. Bizə həmçinin su da lazım olacaq. Adi su, kran suyu, mümkün olsa xlor olmayanı ideal olar, sadəcə bütün sistemi nəmləndirmək üçün. İndi isə hidrogen peroksid istifadə edəcəyik, yəni evdə hər birimizin tibbi qutusunda olan su. Onu suyu dezinfeksiya etmək və bakteriya ilə göbələklərin qarşısını almaq üçün istifadə edəcəyik. Bu məcburi deyil, amma çox tövsiyə olunur. Boz darçın istifadə edəcəyik, həmişə olduğu kimi. Bu ingredient kanalda heç vaxt əksik olmur. Darçın orqanik əkinlərdə çox istifadə olunan təbii bir göbələk əleyhinə vasitədir. Əgər göbələk problemi yaşamaq istəmiriksə, bu çox vacibdir. Bizə iti bir bıçaq və ya kəsici lazım olacaq. Kəsmənin təmiz olması üçün yaxşı kəsmək vacibdir. Həmçinin bizə ip, sap, plastik bağ və ya hər hansı bir bağlama novu lazım olacaq. Bu, torbanı yuxarı hissədən bağlamaq üçün işimizə yarayacaq. Və əlbəttə ki, 1 ədəd aloe vera yarpağı. Və nəhayət, bu dəfə 3 ədəd limon stili istifadə edəcəyik. Stillərin uzunluğu təxminən 10-dan 15 cm qədər olmalıdır. Ova sağlam təmiz olmalı, heç bir xəstəlik, göbələk və qəribə bir şey olmamalıdır. İndi isə bütün materiallarımız hazır olduqdan sonra ilk edəcəyimiz isə stilləri hazırlamaq olacaq. Limon ağacına gedirik və ondan 15 cm uzunluğunda budaqlar kəsirik. Stilin sağlam olması, göbələk, ləkə və ya qəribə bir şeyin olmaması vacibdir. Əgər üzərində yarpaqlar varsa, onları çıxarırıq. Əgər tikanları varsa, onları da çıxarılır. Stil nə çox yaşıl, nə də çox odunsu olmamalıdır. Əgər çox yaşlı olarsa, asanlıqla suzlaşır, əgər çox odunsu olarsa, kök atmaqda çox çətinlik çəkir. Təcrübəmə əsasən, orta nöqtə ən yaxşı nəticə verir. Stilləri kəsib təmizlədikdən sonra, növbəti addım kəsik hissəni aloe vera ilə nəmləndirməkdir. Aloe vera bu cür işlər üçün möhtəsəndir. Kəsik yarasını nəmləndirir və əlavə olaraq kok atmanı stimullaşdırmaq üçün bizə çox lazım olan təbii fitohormonlar verir. Sadəcə olaraq aloe veranın içini götürüb stilin dibinə, kəsdiyimiz yerə yaxşıca sürtürük. Bunu uç stilin hamısında edir. Aloe veranı tətbiq etdikdən sonra növbəti addım toz lazımdır. Darçın orqanik əkincilikdə çox istifadə olunan təbii bir fungisiddir. Əgər göbələk problemi yaşamaq istəmiriksə, bu çox vacibdir. Stilin kəsik hissəsini yaxşıca darcına batırırıq və bununla stillər artıq hazır olur. İndi isə əsas olacaq şəffaf torbaya keçirik. Bu addımı sakitliklə etmək lazımdır. Çünki burada bütün sistemi hazırlayırıq. İlk edəcəyimiz isə torbanın içinə qum tökmək olacaq. Təxminən 2 stəkan qum əlavə edəcəyik. Millimetr dəqiqliyi ilə ölçməyə ehtiyac yoxdur. Sadəcə quma əlavə edib, torbanı yüngülcə silkələyərək biraz səviyyələndiririk. Məqsədimiz torbanın içində qumun hansı səviyyədə olduğunu aydın şəkildə görməkdir. Bu səviyyəni dəqiq gördükdən sonra məhz həmin səviyyədən biraz yuxarıda dəlik açacağıq. Bir kəsici, qayçı və ya əlimizdə nə varsa götürüb kiçik bir dəlik açırıq. Dəlik böyük olmalı bil. Bu dəlik drenaj kimi xidmət edəcək.
Suvarma zamanı artıq su buradan çıxacaq və beləliklə suyun yığılmasının qarşısını alacağıq. İndi torbanın iç tərəfinə kiçik bir pambıq parçası qoyuruq. Pambıq vacibdir çünki suyun çıxmasına imkan verir. Amma qumun tökülməsinin qarşısını alır. Biz qum əlavə etməyə davam etdikcə. Pambığı çox sıxmadan yaxşıca yerləşdiririk. Pambığı yerləşdirdikdən sonra qalan qumu əlavə etməyə davam edirik. Qumu yavaş-yavaş əlavə edirik, həcmi tam doldurana qədər. Qumu sıxmırıq, təbii şəkildə düşməsinə imkan veririk. Sonda bizdə bərk və möhkəm bir top qalmalıdır. Torbanı bağlamazdan əvvəl suya hazırlayacağıq. 1 litr və ya 1 litr yarım su götürürük və ona 1 çay qaşığı hidrogen peroksid əlavə edirik. Yəni tibbi ləvazimatlarımızda olan sudan. Yaxşıca qarışdırırıq. İndi bu su ilə torbanın içini sulayırıq. Bu, dezinfeksiya etmək, patogenləri aradan qaldırmaq və gələcəkdə problemlərin qarşısını almaq üçündür. Su desekdən axmağa başlayana qədər sulayırıq. Artıq su axıb getdikdən sonra indi torbanı bağlamağın vaxtıdır. Yuxarı hissəni yaxşıca bağlayırıq ki, kompakt qalsın. İp hissəni biraz sıxa bilərik ki, yaxşı dayanıqlıq olsun. İndi isə təbii göbələk əleyhinə qoruyucu hazırlayacağıq. 1 litr su götürürük və ona bir cimdik uyudulmuş darçin əlavə edirik. Yaxşıca qarışdırırıq və sonra incə bir parça və ya qəhvə filtri ilə süzürük ki, pusqurducu tıxanmasın. Süzdükdən sonra məhlulu pusqurducu qabına toxular. İndi isə stilləri yerləşdiririk. Torbanın üzərində kiçik bir desik açırıq və stilləri təxminən 3-4 cm dərinliyə yerləşdiririk. Onlar saquli və ya biraz maili şəkildə yerləşdirilə bilər, necə istəsəz. Stilləri yerləşdirdikdən sonra bütün torbanı və bütün stilləri göbələk əleyhinə qoruyucu məhlulla püskürdürük. Sonra isə hər şeyi ikinci torbaya qoyuruq ki, istixana effekti yaransın, bu da rutubəti saxlamaq üçün çox vacibdir. Propagatoru dolayı işıqda və ya yarım kölgədə yerləşdiririk, heç vaxt birbaşa günəş altında yox və çox vacibdir ki, küləksiz bir yerdə olsun ki, torba stilləri dəyməsin. Bundan sonra isə gözləməkdə alır. Təxminən hər 3 gündən bir torbanı açırıq və yenidən göbələk əleyhinə qoruyucu məhlulla püskürdürük. Sonra yenidən bağlayırıq və stillərə toxunmuruq. Bu sahədə təcrübəsi olan bir çox insan belə stil artırma üsullarını azalan ay fazasında etməyi tövsiyə edir. Azalan ayda sürə aşağı enir və bu da köklərin əmələ gəlməsini asanlaşdırır. Mütləq deyil, amma üstünlük verir. 4-cü həftədən etibarən artıq kokləri görməyə başlayırıq və 6-8-ci həftədən sonra stillər yaxşıca kok atmış olmalıdır. Və burada ən gözəl an gəlir. Həqiqətən də bunun istədiyini görmək. Limon ağacını bu üsulla çoxaltmaq həqiqətən də möcüzədir. Və bu ucuz, sadə, qənaətçil və çox effektiv bir üsuldur. Əgər bu video sənə limon ağaclarını və digər meyvə ağaclarını asanlıqla necə çoxaltmağı öyrənməkdə kömək olubsa, bunu sərlərdə yaz və bitkiləri sevən biri ilə paylaş. Burada biz asan və effektiv meyvə ağacı çoxaltma üsullarını öyrətməyə davam edirik. Ona görə də kanala abunə ol və növbəti videoda görüşərik.